İntarsiya, ağac parçalarının mozaika qaydasında birləşməsi ilə yaradılan bir sənət formasıdır. Biz də ölkəmizdə bu qeyri-ənənəvi sənət növü ilə məşğul olan yeganə rəssamın emalatxanasındayıq. Bu sənət növü relyef və rəngkarlıq intarsiyası olaraq iki yerə ayrılır. Cəbrayıl Quliyev isə sırf rəngkarlıq intarsiyası ilə məşğul olur. Rəssama necə oldu ki, bu üslubu seçdiniz deyəndə? Bəlkə də üslub məni seçib, mən deyim mən. Çünki həmişə məndə ağaca böyük həvəs olub. Baxmayaraq ki, təhsilim, rəngkarlıq təhsili də almışam, heykəltaraşlıq təhsili də almışam. Özüm bilməyə deyərdim bəlkə də bu yolu seçmişəm. Müəllimim onu. Özüm öyrənmişəm. Özlərimdə çalışa öyrənmişəm. Düzdür, birinci illər çox çətin olub. Yəni ki, dönmədim öz yolumdan. Artıq 25 ildir mən bu sahədə çalışıram. Bu sənət növündə rəssamın palitrasındakı rənglər boyalar deyil, müxtəlif ağac yonqarlarıdır. Bu əsərlərin ərsəyə gəlməsi üçün rəssam 150-yə yaxın ağac növündən, bitkidən və ağacın öz naxışlarından istifadə edir. Bütün meyvə ağaclarından mən istifadə edirəm. Birinci baxışda onlar bir-birinə yaxın rənglər ola bilər, ancaq onlar emal edəndən sonra yan-yana qoyanda hiss edirsən ki, bu başqa rəngdir. Almadır, armuddur, almalıdır, gilasdır, məsələn, hamısı fərqli rənglərdir. Ağaca düşən təbii ləkələr olur ağacda. Onlar çox qeyri-adi olur, onlar təkrar olunmuyor. Bu ləkələrdən mən istifadə edirəm öz işlərimdə. Təbiət nə lazımdır, o formanı, rəngi, o keçirdiyi hər şeyi verir. Ancaq onu görmək lazımdır. Rəssam işlərində hətta ağac tozlarından da istifadə edir. O, bu tozları presləyərək Qobustan qayaüstü rəsmlərinin imitasiyasını hazırlayır. Əvvəlcə mən tək kublar edirdim, bir dənə asıl qanında. Sonra keçdim 2 kublu, 3 kublu, məsələn, kompozisiyalara. Sonra qruplara ayırdım, məsələn, Şirvan qrupu, Qarabağ qrupu, bizim bu, məsələn, Abşeron, Bakı, sırf Bakı qrupu. İşlərim hardasa 30-dan çox ölkələrdə var, şəxsi qaleriyalarda. Əsasən ən çox mənim işlərim Amerikada, Yaponiyada, İngiltərədə, məsəl üçün, Şotlandiyada mənim işlərim var. Rusiyada çoxdur mənim işlərim. Bu texnika ilə işləmək üçün həm heykəltaraş, həm rəngkar, həm dülgər, həm də rəssam olmaq lazımdır ki, belə bənzərsiz sənət əsərləri ərsəyə gətirəsiz. Röya Salmanova, Mirzə Abbasov, Əli Abbaslı, Telesəhər.